Salam, Azərbaycan tarixi Atropatena dövlətindən davam edirik. Deyirik ki, Atropatena dövləti eramızdan əvvəl 321 və 20-ci illərdə mövzu olmuşdur. Atropatena dövlətinin yaranması ilə Azərbaycan xalqının təşəkkül prosesi başladı. Daha sonra Atropatena dövlətinin paytaxtı Qazako şəhəri olmuşdur və Atropatena hökmdarının bir də qış iqamətgahı olacaq, Fraspa şəhəri olacaq. Və biz deyirik ki, hər iki şəhər Atropatena hökmdarının şəhərləri olmuşdur. Yəni hökmdar şəhərləri olmuşdur. Həm Qazaka, həm Fraspa. Daha sonra deyirik ki, Makedoniya yetişənlərin 323-cü ildə öləndən sonra imperiyanı Perdikkaya tapşırılır və bundan sonra imperiyada Perdikka öləndən sonra da bir neçə dövlətə bölünəcək. Bunlardan da biri Atropatena dövləti olacaq. Atropat əvvəllər bilirik ki, 328-ci ildə Kiçik Midiyan satrap təyin olunmuşdur Makedoniyanın Siyanlar tərəfindən. Və Makedoniyanın Siyanlar öldükdən sonra yenə burada qalır və burada möhkəmlənmişdir. Daha sonra Kiçik Midiya deyir ki, Cənubi Azərbaycanı əhatə edirdi. Cənubi Azərbaycanda da Perdikka 321-ci ildə Perdikka ölür, Atropat da Atropatenanın müstəqil elan edir. Və burada Atropatena dövləti yaradır. Deyir ki, Atropatena adı daha sonra müəyyən dövrlərdə Cənubi Azərbaycan əhalisi tərəfindən adı dəyişdiriləcək və bugünkü Azərbaycan adını almışdır. Bu hadisədə təxminən Azərbaycan adını alması 7-ci əsrə təsadüf edir. Deyir ki, Atropatena dövlətinin yaranma səbəbləri var idi. Burada Makedoniya imperiyasının parçalanması əsas səbəbi bu idi. Bir də burada yaşayan Kadus İsaq tayfalarının Atropata etimad etməsidir ki, bu tayfalar Atropata etimad edirlər və Atropat da bundan istifadə edərək Makedoniya imperiyası parçalandıqdan sonra dövlətin yarandığını elan etmişdir. Bu Atropatena dövlətinin mağlar, müqlər, saklar, Kasplər və Kadus tayfaları yaşamışdır deyirik. Bu tayfalar haqqında əsasən Herodot məlumat vermişdir. Bunu yadımıza saxlayaq. Eramızdan əvvəl 5-ci əsrdə. Atropatenada metalleşmə, dulusu sahəsi inkişaf edirdi. Çinlə, Hindistanla mal mübadiləsi edirlər, ticarət edirlər. Bunları yadımıza saxlayaq və Atropatenada midya yağından istifadə edirdi. Əsasən deyir ki, midya yağından hərbidə və təsərrüfatda geniş istifadə olunmuşdur. Artabazanın adını çəkirik. Deyir ki, Artabazanın dövründə Atropatenanın ərazisi böyük ərazidir. Artabazanın dövründə Selevk hökmdarı 3-cü Antiox Böyük Midiyada üsyanı yatırır. Ona deyək ki, Selevk dövləti Makedoniya imperiyasının parçalanması nəticəsində yaranmış dövlətlərdən biridir. Selevk dövləti Böyük Midiyada olan üsyanı yatırır. Ondan sonra 223-cü ildə Atropatenaya hücum edir. Artabazanın dövründə Artabazan 223-cü ildə ondan asılı hala düşür. Amma daha sonra Roma 190-cı ildə Magneziya döyüşündə Selevkləri məğlub edir, Selevk dövləti zəifləyir və Atropatena da eramızdan və 190-cı ildə yenidən müstəqil olmuşdur. Selevk dövləti 190-cı ildən sonra zəifləyir, parçalanır, onun yerinə isə Parfiya tutur. Parfiya dövləti daha sonra deyir ki, Parfiya dövləti qərbə doğru işğallar aparırdı və qərbə doğru işğalların artıranda Ön Asiya ölkələrini ələ keçirmək yolunda Parfiya və Roma dövləti arasında müharibələr başlayacaq. Bu müharibələr təxminən eramızdan əvvəl 2-ci əsrin ikinci yarısı başlayır. Bu müharibələr başlarında Parfiyanın müttəfiqi Atropatena olacaq. Çünki Romanın hədəfində həmçində Atropatena da vardı. Deyir ki, bu dövrdə 2-ci əsrin ikinci yarısında Parfiya və Atropatena ittifaq qurur Romaya qarşı. Bunu yadımıza saxlayaq. Bunlar birlikdə müttəfiqlər Karra döyüşündə döyüşürlər. Parfiya və Atropatena Romaya qarşı döyüşür. Və bu döyüşdə Romanı Kras təbliğ edirdi. Kras idi Roma qoşunlarının başçısı. Bu döyüşdə, Karra döyüşündə Kras öldürülür. Parfiya və Atropatena qalib gəlirlər bu döyüşdə. Bu döyüşdə Parfiyanın qalib gəlməsinə Atropatena döyüşlərdə belirtdə xüsusi kömək göstərmişlər. Daha sonra 38-ci ildə Parfiya və Romanın bir döyüşü baş verir. Bu döyüşdə Parfiya üstünlüyü ələ ala bilmir. Roma qoşunları bu döyüşdə qalib gəlirlər. Elə bu 38-ci ildə baş verən döyüşdə Roma bu dövrdə Romanın şərq əyalətlərinə başçılıq edən Antoni daha da ruhlanır və eramızdan əvvəl 36-cı ildə böyük qüvvə ilə 100 minlik qoşunla şərq istiqamətinə hücuma keçir. Və bu döyüşdə də Atropatena və Parfiya müttəfiq edir. Və Atropatena Parfiya hökmdarları bu döyüşdə elə bildilər ki, Antoni şərq istiqaməti gələndə Parfiyanın paytaxtına hücum edəcək, Ktesifona hücum edəcək və bütün orduları Ktesifon şəhərinə yığmışlar. Amma Antoni bunu gördü və Atropatenanın qış iqamətgahı olan Fraspa şəhərinə hücum etdi. Buradan deyək ki, yazmışıq burada. Fraspa döyüşü deyir ki,
Atropatena və Roma arasında olmuşdur. Bu döyüşdə Atropatenalılar qalib gəlmişlər və biz Atropatena Albaniya arasında fərqli xüsusiyyətlər deyəndə bu xüsusiyyət deyir ki, Atropatena Romanı məğlub etmişdi, amma Albaniya etməmişdi. Bunu yadımıza saxlayaq. Burada da qeyd etmişəm, Artabaz hökmdarın adını yazmışıq bura. Deməli, Artabazın dövründə deyir ki, Frasko döyüşü olur. Frasko döyüşündə dedi ki, Atropatena Romanı məğlub etmişdi. Eramızdan əvvəl 36-cı ildə. Həmçinin Frasko deyir ki, Atropatena hökmdarının qış iqamətgahı idi və yaxud da Atropatena hökmdar şəhəri adlardır. Onu da yenə təkrar olaraq deyək. Deyir ki, Atropatena və Parfiya dövlətləri arasında 36-cı ildən sonra ittifaq münasibətləri pozulur. Niyə? Səbəbi vardır. İki dənə səbəbini deyir. Deyir ki, Parfiya qənimətləri ələ keçirmək uğrunda bir-birindən belə deyək, münaqişə baş verdi, hansı ki 36-cı ildən sonra. Həmçinin də ki, Parfiya Atropatenanın özündən asla salmaq istəyirdi. Bu iki səbəb üzündən bunların ittifaqı pozulur. Atropatena hökmdarı Artabaz Parfiyadan uzaqlaşır, Roma ilə dostlaşır. Həmin dövrdə Roma Oktavianla dostluq münasibətləri qurur və Ariobarzanı Romaya göndərir. Ariobarzan 10 il Romada yaşamışdır. Daha sonra eramızdan əvvəl 20-ci ildə Atropatenaya qayıdaraq hakimiyyətə gəldi. Hakimiyyətə gələndə Oktavian Ariobarzana Kiçik Asiyada yaşayan ermənilər üzərində də hakimlik vermişdi. Və Ariobarzan haqqında Tasit deyir ki, Midiyalar içərisində cismani gözəlliyindən fərqlənən bir şəxs olmuşdu. Daha sonra deyir ki, hansı ki Ariobarzan və Oktavian öləndən sonra yenə Parfiya Atropatenanın özündən asla salmaq istəmişdi. Yəni Atropatenanı işğal etmək siyasəti yürütmüşdü. Bunun qarşısını almaq üçün Atropatena və Parfiya yenidən dostlaşıb və Atropatena hökmdarları Parfiyalılarla nicah diplomatiyası bağlayır. Daha sonra 20-ci ildə sonuncu Atropatena hökmdarı Ariovas öləndə Parfiya arşakiləri Atropatenaya hücum edərək Atropatena dövlətçilik ənənələrinə son qoyur və Atropatena dövləti tarix səhnəsindən silinir. Və Sasanilər Parfiya dövlətinin süquta uğradana qədər Atropatena əyaləti olaraq Parfiyanın tərkibində qalmışdır. Amma biz Atropatena dövlətinin adını ən axırıncı çəkirik eramızdan əvvəl 20-ci ildə. Atropatena deyir ki, Zərdüştlük dini əsas dinlərdən biri idi. Eramızdan əvvəl 7-6-cı əsrdə yaranmışdır. Zərdüştlüyün baş məbədi Qazarda şəhəridir. Həmçinin Atropatena paytaxt şəhəridir. Zərdüştlüyün əsas kitablarından biri Avesta kitabıdır. Avesta kitabının əsas hissəsi deyir ki, Makedoniya əsgərləri eramızdan əvvəl 33-cü illərdə Persopol şəhərini dağıdırdı. Həmin Persopol şəhərini dağıdanda Zərdüştlük dininin əsas o kitabın, daha doğrusu Avestanın əsas hissəsi burada yandırılmışdı. Bu dinə inananlar hal-hazırda, yəni Zərdüştlük dinə inananlar Hindistanda və İranda yaşamaqdadır bu gün. Zərdüştlük üçün əsas müqəddəs od hesab olunur, su, torpaq, hava onlar üçün belə deyək, müqəddəs hesab olunur. 50 mədəniyyət yayılacaqdır Atropatena ərazisində. Onu deyək ki, Parfiyalılar, Atropatena və Parfiyalılar bir-birinə yad deyildi. Bəs Parfiyalılarla Atropatenalar uzun müddət müttəfiq olmuşlar. Bunun səbəbi o idi ki, hər ikisində də Yunan elli mədəniyyəti yayılmışdı və Atropatenalılar Parfiyalılara öz adamları, öz qohumları kimi baxırdılar. Bunun üçün onlar uzun müddət belirlikdə müttəfiqlik münasibətləri olacaq. Deyir ki, Yunan elli mədəniyyəti yayıldı Atropatena ərazisində. Çünki Makedoniya imperiyasının təsirində uzun müddət qalmışdı. Bunlar nə ilə özünü göstərdi? Memarlıqda kirəmitdən istifadə edirlər, xüsusilə evlərin tikintisi zamanı. Kerif abidəsi var idi, məşhur Yunan əsatı Herakla aid idi. Daha sonra Yunan tanrılarına sitayiş var idi. Yunan tanrılarına sitayişlə kirəmiti biz Albaniyada da deyirik, hər ikisində də var idi, kirəmit və Yunan tanrılarına sitayiş. Amma Kerif abidəsindən istifadə isə sadəcə Atropatenaya aid olacaq. Dəstəkdə Albaniya dövlətinə davam edirik. Albaniya dövləti də Atropatena dövləti kimi Makedoniya Həsənlərinin imperiyası parçalandıqdan sonra yaranmış dövlətlərdən biridir. Atropatena Cənubi Azərbaycanda yaranmışdı, Albaniya isə Şimali Azərbaycanda yaranmışdı. Deyir ki, Albaniya ilk öncə ərazi olaraq İskitlər, Kür və Araz çayları arasında İskitlər öz dövlətlərini qurmuşlar. Daha sonra müəyyən müddət 6-cı əsrdə Midiya, daha sonra isə Əhəməni dövlətinin tərkibində yaşamışdı və xüsusilə Əhəməni dövlətinin tərkibində olarkən Şimali Azərbaycan, yəni indiki Azərbaycan torpaqlarında iqtisadi, sosial həyat, şəhərlərin inkişafı baş verdi və daha sonra dövlətin yaranması üçün mühüm amillər formalaşdı deyə bilərik.
Deyir ki, burada yaşayan tayfalar əsasən Alban tayfalarıdır və Alban tayfalar, yəni tayfalar Alban tayfaları adlanırdı. Yaşayan tayfalar eramızdan əvvəl 4-cü əsrdə vahid adla Alban tayfaları adlanırdı. Deyir ki, Albaniya dövləti eramızdan əvvəl 4-cü əsrdə yaranıb, 705-ci ildə süqut edəcək. Albaniya quldar dövlət olaraq yaranıb, feodal dövlət olaraq süqut etmişdir. Albaniyanın paytaxtı ilk öncə Qəbələ olmuşdu. Daha sonraki dövrdə isə keçəcək Bərdə olacaq. Albaniyada deyir ki, tayfalar 26 dildə danışırlar, müxtəlif dildə danışan tayfalar var idi. Əsas tayfalar Kaspi və İskit tayfalarıdır ki, Kaspi və yaxud da İskit tayfaları deyir ki, həm Atropatena, həm də ki, Albaniyada yaşayan tayfalardır. Yəni, hər iki dövlətin ərazisində yayılmışdı bu tayfalar. Qafqaz mənşəli tayfalarının adını çəkirik. Udinlərdir, Levlərdir, Xınarqlardır, Buduqlardır, İngilaylardır, Saxurlardır. Yəni, bunların adlarını ümumi olaraq yadımıza saxlayaq ki, Albaniyada bu tayfalar var idi və Atropatena tayfalarını da qeyd etmişdik bundan əvvəlki hissədə. Daha sonra deyir ki, Albaniya quldar dövlət idi və Albaniyada ərazisi inzibati olaraq vilayətlərə bölünürdü. Vilayətlər isə hakimlər idarə edirdi. Albaniyada Atropatena da quldar dövlət olaraq yaranmışdı. Amma şərq ölkələrində olduğu kimi, məsələn, Çin, Misir, bu ölkələrdə olduğu kimi Albaniyada quldarlıq yüksək şəkildə inkişaf etmədi. Əhalinin sonuncu təbəqəsini qullar yox, kəndlilər təşkil edirdi. Bu da onu göstərir ki, bu ölkələrdə quldarlıq yüksək şəkildə inkişaf etməmişdir digər ölkələrə baxanda. Albaniyanın əhalinin sosial təbəqəsi dəyişib. Əvvəlki mövzuda hissədə fərqli idi. Amma indi dəyişib. Birinci hissədə deyir ki, birinci yerdə hökmdar durur. Daha sonra ikinci yerdə durur hakimlər, vilayətləri idarə edən hakimlər. Din xadimləri durur və hərbçilər durur. Əslində indi asanlaşır. Hökmdar birinci yerdədir, hökmdar birdə olmalıdır. Vilayət hakimləri, vilayətləri idarə edən hakimlərdir. Din xadimləri və hərbçilərdir. İkinci təbəqələdir. Kəndlilər, sənətkarlar, tacirlər isə üçüncü təbəqələdir. Dördüncü təbəqəmiz yoxdur. 3 dənə təbəqə olacaq. Eramızın ilk əsrində və yaxud da birinci əsrdə Albaniya əhalisi deyir ki, şüşə qabları və su dərmanlarından istifadə edirdilər. Albaniya dövlətinin yaranmasından möhürlər meydana gəldi. Möhürlər padişahda olurdu və mühüm fərmanları, sərəncamları imzalamaq üçün istifadə olunurdu. Pulların istifadə edilməsi. Albaniya dövləti yaranana qədər Şimali Azərbaycanın əhalisi puldan istifadə etmirdi. Mübadilə vasitəsilə ticarət edirdilər, yaxud da mübadilədən istifadə edirdilər. Amma Albaniya dövləti yarandıqdan sonra puldan istifadə etmək genişləndi ticarətdə. İlk pullar Albaniyada eramızdan əvvəl 4-cü əsrdə, yəni yarandığı zaman xaricdən gətirilən pullardır. Xüsusilə Makedoniyalı İskəndərin adına kəsilən pullardan istifadə edirlər. Amma daha sonra bu ticarət genişləndikcə gətirilən pullar daxili bazarı ödəmirdi. Yerli pullar kəsilməyə başladı. Yerli pullar kəsiləcək eramızdan əvvəl 3-cü əsrin 1-ci yarısına başlayırıq. Yerli pullar kəsilməyə, yerli pul dəfinələri tapılacaq. Burada diqqətli olaq. 2 dənə yeni şəhərimiz var ki, oradan da yerli pul dəfinələri tapılacaq. Şamaxı və Qəbələni yazmışıq. Bunlar var idi, əvvəl də var idi. Əlavə onun Bərdə şəhəri və Ağsu şəhəri. Bu şəhərlərdən də pul dəfinələri tapılıb və eramızdan əvvəl 3-cü əsrdə Albaniyada yerli pulların kəsilməsini göstərir. Deyir ki, Albaniya yad elli yürüşün başlaması Roma yürüşə başlayacaq. Eramızdan əvvəl 1-ci əsrin 1-ci yarısından Pompeyin yürüşü olacaq. Pompeyin yürüşünün əsas məqsədi nə idi? Şərqdən gələn ticarət yolunu ələ keçirmək və Qara dənizə gedən mühüm ticarət yollarının nəzarəti ələ keçirməkdir. Yəni, məsələ nə idi? Ticarət məqsədi güdüldü və bu əraziləri əsas məqsədi nə idi? İşğal etməkdir. Kür sahil döyüş olacaq. Kür sahil döyüş eramızdan əvvəl 66-da olacaq. Albaniya həm Kür sahildə, həm Qanaqda məğlub olur. Kür sahil döyüşdə deyir ki, Oroysudur burada iştirak edən və Oroys bu döyüşdə Oroysun qoşunu qəhrəmanlıq göstərsə də məğlub olurlar. Çünki Pompeyin ordusu və yaxud da Roma qoşunu həm yaxşı silahlanmışdı, həm də ordu cəhətdən daha üstün idi Alban qoşunlarından. 66-cı il döyüşdən sonra Albaniya və Roma arasında saziş imzalanır. Amma daha sonra Kozis öz qoşununla Roma qoşununu təqib edir və yenidən 65-ci ildə tərəflər arasında Qanaq döyüşü baş verir. Bu döyüşdə də Albanlar məğlub olur. Qanaq döyüşünün mühüm xüsusiyyətləri var. Deyir ki, Kozis öz nizəsini atır Pompeyə, Pompeyin qalxana imkan vermir yaralansın. Amma Pompey Kozisi ölümcül yaralayır. Bundan sonra Alban qoşunları ağır şəkildə məğlub olur. Bu döyüşdə deyir ki, Pompey hərbi hiylə işlətmişdi. Qanaq döyüşündə deyir ki, Alban qoşunlarını qadınlar da vuruşurdular qəhrəmancasına. Həmçinin daha sonra
artıq Alban qoşunları məğlub olandan sonra Oroys məğlub olmuş qoşun toplayır və Romaya qarşı mübarizəni davam etdirir və Oroysun başçılığı ilə Alban qoşunları Partizan müharibəsindən istifadə etmişdir. Daha sonra 65-ci il döyüşündən sonra Oroys Pompey Oroysa məktub göndərir və Oroysu öz düşərgəsinə çağırır. Oroys isə onun düşərgəsinə getmədən Pompey ilə sülh sazişi imzalayır və tərəflər arasında sülh imzalanır və Pompey öz ölkəsinə qayıdır. Biz deyirik ki, Albaniya eramızdan əvvəl 1-ci əsr Romanın hücumu nəticəsində Albaniyanı asla sala bilməmişdir. Yaxşı mı? Bunu yadımıza saxlayaq. Daha sonra Kanada eramızdan əvvəl 36-cı ildə Albaniyaya hücum edir. Biz Atropatena mövzusunda demişdik ki, Antoni 36-cı ildə şərqə böyük yürüş edirdi. Antoni sərkərdəsi idi Kanada. Kanada Albaniyaya hücum etdi. Kanada Antoni Fraspaya hücum etdi, məğlub oldu. Kanada isə Zoberi məğlub etdi və Zober ona sadiq qalacağına söz verdi. Və yaxud da belə də deyib başa düşə bilər ki, 36-cı ildə Kanada Albaniyanı özündən asıla salmışdı. Bundan sonra deyirik ki, 1-ci əsrdə Atropatena mövzusunu xatırlayaq burada. Atropatenanın 20-ci ildə Parfiya süquta uğradı, Parfiyanın tərkiminə qatıldı. Albaniyada hökmdarları dövrdə qorxdular ki, Parfiya Albaniyanı da işğal edəcək və bundan sonra Alban hökmdarları Roma ilə siyasi əlaqələr yaratmağa başladılar. Deyir ki, Albaniya və Romanın arasında siyasi əlaqələr 1-ci əsrdə başlayıb, 3-cü əsrin ortalarına qədər davam edəcək. Bu dövrdə Albaniya və Roma arasında siyasi əlaqələri göstərən amillər var. Qobustan abidəsi var, 84-96-cı ildə Donusiyanın adından yazıldığı bir kitabə var orada, yəni hansı ki, mətn var, yazılar var. Bu da onu göstərir ki, Albaniya və Roma arasında əlaqələr olub. Daha sonra Roma İmperatoru Tiberin dövründə deyir ki, Tiberi Alban və İber basileuslərinə Parfiya hökmdarı Artabana qarşı mübarizə aparsınlar deyə çoxlu pul göndərib, yəni dəstək olub bir növ. Yəni Tiberi həm Albanları, həm də İberləri və ya da Gürcüləri dəstək olurdu ki, Parfiyaya qarşı mübarizə aparsınlar. Daha sonra Adrian eramızın 2-ci əsrində Alban hökmdarlarına hədiyyələr göndərilməsi sübut edir. Yəni bunların üçün əzbər bilməliyik. Alan tayfaların qarətçi yürüşlərindən danışaq. 1-3-cü əsrlərə əhatə edir Alanların yürüşü ümumi olaraq. Alanlar deyək ki, şimaldan gəlirdilər. Alanlar Albaniya ərazisini qarət edirlər, qarət etmək məqsədilə gəlirdilər, qənimət ələ keçirmək üçün gəlirdilər və yəni Alanların işğalçılıq planları yox idi. Gəlsinlər, buranı işğal etsinlər. Nə idi? Əsas məqsədləri qarət etmək məqsədidir. Alanlar Albaniya ərazisindən keçərək Atropatenaya hücum edirlər. Həmin dövrdə Atropatena dövlət yox, vilayət idi və həmin vilayəti Parfiya canişini idarə edirdi və Parfiya canişini ilə məğlub edib Atropatenanı da qarət etmişdi deyirik. Alanların daha böyük yürüyüşü 72-74-də olmuşdu və 72-74-cü illərə Alanların yürüyüşünü əks etdirən katakomba qəbirləri tapılmışdı. Bu qəbirlər Mingəçevir və Qəbələ şəhərlərindən tapılıb. Bu şəhərlərin adını əzbər yadımıza saxlayaq. Deyir ki, Albaniyada Atropatena da çox tanrılı olub. Bu bir mənalıdır, bunu yadımıza saxlayaq. Albaniyada əsasən günəşə, aya sitayiş edirdilər, təbiət qüvvələrinə sitayiş edirdi və bütpərəstliyi deyə bilərik. Ay tanrısının şərəfinə məbədlər tikirdilər. Yunan tanrılarına sitayiş edirdilər, çünki Albaniyada Yunan elmi mədəniyyəti yayılmışdı, deyirik. Daha sonra deyirik ki, bunlarda yerli yazıları olmuşdu. Yunan yazılarından istifadə edirlər, Latin və Aramey yazılarından istifadə edirlər. Eramızdan əvvəl 65-ci ildə Pompey ilə Oroysun məktublaşması Latin dilində olmuşdu. Bu da onu göstərir, Albanlar Latin dilində tanış idilər. Həmçinin eramızdan 2-ci əsrdə Şəkinin böyük dəhnəkərindən Yunan yazıları tapılmışdı. Bu da onu göstərir ki, Albanlarda Yunan yazılarından da istifadə olunmuşdu.